Əli və sehirli xalça. İsti günlərin birində Əli əmisinin dükanına gəlir. O burada bir xalça görür. Bu nədir belə? Hey! Xalça hərəkət etməyə başlayır. Nə baş verir? Yüksək səslə xalça danışmağa başlayır. Xoş gəldin ağa. Mən sehirli xalçayam. Onlar əvvəlcə göyə uçdular. Beləcə gəlib bir cəngəlliyə çatdılar. Bu cəngəllik çox isti və rütubətli idi. Yağış yağırdı. Oy, yağış yağır. Sonra Əli bir səhraya gəlir. Səhra çox isti idi. Həm də quraqlıqdı. Ay, bura çox istidir. Əli daha sonra xalça ilə birlikdə Cənub qütbünə gəlir. Qar yağır, hər tərəf buz bağlayıb. Brrr, mən donuram. Daha sonra Əli bir dağa gəlir. Dağ çox dumanlıdır, burada heç kəs bir-birini görmür. Xalça daha sonra meşəyə gəlir. Ay, meşə necə küləklidir. Burada çox külək əsir. Xalça daha sonra bir dənizin üzərindən keçir. Burada isə ildırım çaxır, yağış yağır. Hava çox fırtınalıdır. Nəhayət Əli öz dükanına gəlib çatır. Nə yox? Wow, what an adventure!